Avtokreditlərin məhdudiyyətlərin tətbiq edilməsi avtomobil sığortasına mənfi təsir edib. Bu, sığorta növü üzrə yığımlar xeyli azalıb. Fevral ayında sığorta şirkətlərinə dəyəcək zərərin daha çox olacağı proqnoz olunur. Gözlənilən zərəri minimuma endirmək üçün sığorta şirkətləri yeni layihələr üzərində iş aparırlar. Yanvar ayında sığorta şirkətlərinin könüllü sığorta üzrə yığımları 14% aşağı düşüb. Halbuki ötən il bu göstərici cəmi 8% təşkil edirdi. Buna əsas səbəbsə bankların avtokreditlərin verilməsi qaydalarını sərtləşdirməsidir. Sığortaçılar Asosiasiyasının sədri Orxan Bayramovun fikrincə, ölkədə fəaliyyət göstərən 28 sığorta şirkətinin yarısından çoxu bu zərərdən özünü qoruya bilməyib. Qaydaların sərtləşdirilməsi bir balaca bizim üçün, həm də bank bazarı üçün gözlənilməz oldu. Yəni bunu düzü sığorta bazarı gözləmirdi. Spontan olan bir hadisə oldu. Ona görə hazırlıqlı olmamışlar. Strategiyalar hazırlananda, növbəti addımlar hazırlananda bu nəzərə alınmamış sığorta şirkətləri tərəfindən. Ona görə mən fikirləşirəm ki, yarım ay, bir ayın içərisində hər hansı bir konkret həll yolunu sığorta şirkətləri bir balaca çətin olacaq onlar üçün tapmaq. Lakin ekspertlər qeyd edirlər ki, sığorta şirkətləri zərərlə üzləşsələr də bazardan çıxmaq riski gözlənilmir. Uzun müddət olmasa da qarşıdakı ayda da şirkətlərin gəlirlərindəki azalma davam edəcək və bu göstərici 16% təşkil edəcək. Şirkətlər sığorta şərtlərini sadələşdirmək, ödənilən məbləği azaltmaq və innovativ məhsullar təklif etməklə bu zərəri kompensasiya edə bilərlər. Ziyan əlbəttə ki, dəymiş olacaq. Çünki bazarda pay olaraq avtokreditlərin payı kifayət qədər böyük olan şirkətlər mövcuddur. Və onlar artıq nə edəcəklər? Onlar öz strategiyalarını bir balaca dəyişib. Sırf avtokreditlərin könüllü sığortasından deyil, könüllü sığortaların özünün inkişafından istiqamətlənəcəklər. Yeni məhsullarla, hər hansı bir böyük kampaniyalarla və yaxud hər hansı bir sadələşdirilmiş şərtlərlə, sadələşdirilmiş prosedurlarla. Artıq sığorta şirkətləri daha da zərərlə qarşılaşmamaq üçün yeni layihələr üzərində işləyirlər. Bəzi şirkətlər isə öz strategiyalarında dəyişikliklər hazırlayırlar. Aysel Fərziyeva, Ramil Məmmədov, Lider TV.